Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Bugünkü mövzumuz Azərbaycanın qədim xalçalarının və Qobustan qaya üstü predmet yazılarının açılmamış sirləri haqqındadır. Bu mövzu ilə bağlı bir ziyalımızın çox maraqlı tədqiqatları var. Hansı ki o tədqiqatlara 17 ilini sərf etmişdi. Və bugün həmin ziyalımızı verilişimizə dəvət etmişik. Azərbaycan Milli Elmlər Akademiyasının coğrafiya üzrə fəlsəfə doktoru, tarixçi Şakir Qabısanlı bizim qonağımızdır. Şakir müəllim, xoş gəlmisiniz. Sağ olun, təşəkkür edirəm. Şakir müəllim, İngilis alimi Popper deyir ki, tarixçilər bəşəriyyətin başlanğıc nöqtəsini müxtəlif yerlərə yozsalar da hələ bəşəriyyətin başlanğıc nöqtəsi tapılmamışdır. Siz isə bu sözləri təqzib edirsiniz və deyirsiniz ki, bəşəriyyətin başlanğıc nöqtəsi gün kimi aydındır. Sadəcə bəzi qüvvələr tərəfindən bu həqiqətlərin üstü pərdələnir və saxtalaşdırılır. Və kitabınızda qeyd edirsiniz ki, mifoloji tədqiqatlara görə Qobustan qaya üstü predmet yazıları Şumer və Orxon Yenisey abidələrindən 1000 illər öncə mövcud olmuşdur. Və belə bir sualla sizə müraciət etmək istəyirəm. Qobustandakı predmet yazıları və qədim xalçalarımızdakı simvollarla bəşəriyyətin antik tərcümə halını hansı faktlarla biz gənc nəsillərə izah edə bilərsiniz? Çox maraqlı sualdır. Biz belə qəbul edək ki, bəşəriyyətin antik tərcümə halı bəşər tarixinin ilk pilləsində Qobustan dediyimiz Qabustanda yazılmış və onun sivil davamı olan xalçalarda o işarələr öz əksini tapmışdır. Mən deyim ki, Qobustan qayalarındakı rəsmlər və xalça işarələri ilə qədim dövr, ondan qədimə aid yazı yoxdur. Ən qədim yazılar bunlardır. Bunlar isə predmet yazıları, işarə yazıları Avropa dilində desək petroqliflər adlanır. İndi mənim göstərəcəyimiz bu xalça 100 ilin xalçasıdır. Burada bax bu xalçada bəşəriyyətin ilkin pilləsindən İbrahim dininin ideologiyasına qədər hamısı oturur. İndi biz bunları bir-bir açacaq ki, bəşəriyyət dini mifoloji baxım cəhətdən elm də onu təsdiq eləyir. Yəni orada heç bir şey kənar deyil, orada heç bir şey artıq deyil. Hamısı dürüst verilmiş və elmdə tədqiqatına girəndə həmin şeylər öz aydınlığını göstərir. Necə? Bunu açmaq üçün biz həmin xalçanın başlayaq oxunuşuna. Birinci olaraq. İlk olaraq göstərilir xalçada, başda görürsünüz, demək bir xət, 2 nöqtə. Yanında isə 8 güşəli ulduz, mərkəzində 1 nöqtə. Dünyada ilk dəfə olaraq xalça oxunur. Xalçalara haqqında deyilənlər hamısı bəsit, şəxsi mülahizələrdən kənara çıxmayan fikirlər, sözlərdir. Amma bugün biz xalçaların tam reallığını aydın şəkildə sizə çatdıracaq və burada görəcəksiniz ki, böyük möcüzəli bir həyat tərzi yazılıb. Bütün bəşəriyyətin kitabıdır bu, yazılıb bura. Necə? Başlayaq bundan. Birinci mən xitabən başlayıram mərhum şairimiz Bilal Şirvaninin sözləri ilə. Baxın onun şeirlərini, şeirindəki fikirlərə, sözlərə diqqət edirin. Orada hamısı o balaca bir şeirdə, 3 bəndlik şeirdə hər şey olduğu kimi verilmişdi. Necə? Ya Rəbb, bu yerin yaşı nə qədərdir? Yerin yaşı Qabustandadır. Ya Rəbb, bu sirli aləmlərin qapıları nə vaxt üzümüzə açılacaq? Bəndənin kamillik zirvəsinə çatanda. Bəs o nə vaxtdır? Onu zaman göstərəcək. Yerin canı mənəm. Ruha Allah, mülkü Qabustandır. Şəmin ocağıdır içinin burada. Ocaq Qabustandır, külliyatı var. Özü yaratmışdır bağ baratını. Adın şöyləsində əslin zatı var. Adi görünməsin səbalən. Bir saman çöpünün öz miskalı var. Var tar kamanın gecə əzanı. Səsi Qabustanda dəf qavalı var. İbrətamiz söhbət nur çırağıdır. Yanır Qabustanda şəm ümbəti var. Şəm bir şirvandır, övliyadır o. Qabustan söylər şəhadət var.
Demək, Qabustan bəşəriyyətin antik tərcümeyanının şahadətidir, nümunəsidir, göstərilir və bunun da sivil davamı xalçalardır. Biz təbii ki, verilişimiz Qobustana olacaq. Ona görə də birinci xalçalardan başlayaq. Baxın, birinci xət, 2 nöqtə, ikinci sırada. Yanında 8 gülşən ulduz, mərkəzdə bir nöqtə. Buna deyirlər yeklər. Nərddə bunlar yeklər gedir, dominoda yeklər gedir. İndi bunun mənasına baxaq. Yek burada Allahdır. Tək Allah. Tək Allahdır burada. Yekə-yek zərrələrdən varlıqları yaratdı. Görürsünüz 2 nöqtə. Zərrələrdən var, özdə əks zərrələrdən yaratdı. Bununla dünyanın əksiklərin vəhdəti və mübarizəsi qanununa ilkin olaraq təkan verdi. Və sıfırdan dünya. Yekə-yek, yekbar bir dəfə ol deməklə zərrələr yekbədənə çevrildi. Yekbədən yekruzədir. Yəni, hər bir varlıq ötəri və keçicidir. Sonda isə bunlar yeksana qovuşur. Yəni, zərrədən yaranan varlıqlar sonda öz zərrəsinə qayıdır. Bu Demokritdən qabaq, Qobustan qalanında atom nəzəriyyəsi 6000 il qabaq Demokritdən qabaq verilmişdi. Burada verilib. Atom nəzəriyyəsi bizim xalçalardan. Bəli, bizim 6000 il Demokritini götürürlər. Elmdə ki, atom nəzəriyyəsini o verib ilkin olaraq. Amma əslində Qobustanda 6000 il qabaq ondan. Çünki Zərdüştlər İsa'dan 6000 il qabaq, Troya müharibəsindən 5000 il qabaq olmuşdu. 2000 il gələndə altının üstünə 8000 il. Bəli, bunun tarixi gedir, çıxır 8000 ilə. Üstə birinci cərgədə bir xət, 2 dənə dırnaq verilib. Diqqət yetirirsiniz, birinci xətdə 2 dırnaq. Bu isə göstərir ki, vahid Allah ilkin olaraq göylə yeri yarattı. Dügah aləminə qapı açdı. Göylə yeri. Və o zərrələrdən varlıqları yekbədənə çevirməli oldu. Və nəticədə demək varlıqlar meydana gəldi. Bəli, göylə yeri yaratdı. Dügah aləmi. Dügah aləmi çoxdur. Göy yer. Bu dünya və axirət. Xeyir və şər. Yaxşılıq və pislik. Ən qədərdir dügah Allah. Bunlardan mən ikisini deyəcəm. İkisini deyəcəm. Birincisi odur ki, demək, abi neysən yaxşı var. Abi neysən yaxşı. Bu bulutsuz yağışdır. Adamın üzünə dəyir, bir də görsən, bulud yoxdur, amma damcı yağış yağır. O damcı gələndə sədəf balığı ağzını açır, sudan çıxardır. Onun boğazına düşür. 6 aydan sonra o həmin damcıya hamilə qalır, 6 aydan sonra o mirvariyə çevrilir. Onun boğazında mirvariyə çevrilir. İlanın boğazına düşəndə o zəhərə çevrilir. Baxın, bax, dügah aləmi buradadır. Yaxşı, həm də pis. Həm şirin, gözəllik, həm də zəhər. İkisini verir. Elə dəniz var ki, məsələn, Balxaş gölünün yarı suyu şirindir, yaşır. Yəni, bunu nə demək istərəm ki, bunlar dügah aləminə demək yaratdı, ikiliyi yaratdı. Qaldı 8 gülşəl ulduz böyründə, yaranmış dünyanın bir Allahı var, dedik, yekçəm yaratmış, öz dügahı var. İşıq surətindən milyard dəfə çox xəbər çatdırmaq üçün öz çaparı var. Xalçada göstərilir ki, göy 3 qatdır. 7, 8, 9. 7-ci qat çirkli qatdır, 7 qat. 8-ci isə mahallarda göstərilir, Ətlas kofta üstdə qızıl düymələr. Yəni, ulduz sistemindən yuxarıda bir ulduz var. Qalanı boşluqdur, aydınlıq. O ulduzla idarə olunur ulduz sistemi. Yəni, burada mələklər oturur. Göyün 8-ci qatı mələklərə bağlıdır. Mərkəzdə bir nöqtə isə o Allah dərgahıdır, ərş fələk. Gördünüz? 3 pilləni verdi. Bu xalçada bunu verib, dini ideologiya. Bunu verib. Keçirik ikinci mərhələyə.
Burada da həmin işarədə göstərir. Bax, vahid xətt, 2 nöqtə və 8 güşəli ulduz. Bir də baxırsınız, ox var burada. Xalçada ox işarəsi var. Oxun biri aşağı gedir, biri yuxarı gedir. Yəni bu verir ki, birinci gəlirsən bu dünyaya gəlirsən sən 2 qapı keçəcəksən. Xeyr və şər. Qapısını keçəcəksən. Sonda isə sənin bütün əməllərin tərəzidən keçəndən sonra artıq demək cənnət cəhənnəm qapısı. İkinci qat demək yuxarı verir ki, sənin yolun Allah dərgahınadır. Və orada sənə 2 qapı açılacaq. Cəhənnət, cəhənnəm. Yaxşılar olanlar cənnətə keçəcək, pislər isə cəhənnəmə gedəcək. Və dünya, axirət yəqin ki, bir də Bəli, bu dünya və axirəti burada göstərir. İkinci keçirik, o birisine 3 ulduzlu bu. 3 ulduz. Dikkat yetirin. Burada demek vahid Allah ulduz, güneş, ay sistemini yarattı. Ve bürcülerin yaranmasından yarattı ki bürcülerin yaranmasından maddiyatlar yarandı, varlıklar yarandı. Bu 3 ulduzun dövriyəsindən, bürcülerin dövriyəsindən üçlük yarandı. Cəmadət, təbadət, nəbadət. Yəni birinci qayalar, sular, dağlar, göllər, dənizlər yarandı. İkinci bitkilər yarandı. Üçüncüsü isə heyvanat yarandı. Və bununla demək dörtlüyə qapı açıldı. Dörtlüyə qapı açıldı. Fikir verirsiniz, hər o 3 gülün ortasında bir nöqtə var. Bu nöqtələr vahid Allaha işarədir. Yəni ərş-i fələqə işarədir. Mahnıda da 3 gül mahnımız var. Yarın bağçasında 3 gül açıbdı. Ağ gül, qırmızı gül, bir də sarı gül. Ağ gül aydı, qırmızı gül ulduzdu, sarı gül güneşdi. Demək burada bu üçlüyü yarattı, cəmadət sistemi yarattı. Və ondan sonra gəlir. Burada görürsünüz, bu şəkildə çərçivənin içərisində göstərir. 8 güşəli ulduz və bir nöqtə, vahid Allah dərgahı göstərilir. Bundan sonra gəlir, bax fikir verin, deyir ki, dörtlük gəlir, 4 dənə gül. Xalçada oturub, bax bu başqa xalçadır, artıq başqa xalçadır. Burada tam verilir. Üçlük dediklərimiz tam verilir. Burada isə o xətlər qövs şəklində olan dünyanın ikinci təqvimidir. Birinci təqvim şəms təqvimidir. Bunun haqqında gələcəkdə söhbət edilir. İkinci təqvim isə Novruz təqvimidir. 4 gülə gəldikdə isə demək 4 gülə gəldikdə həmişə fırlanıb başıma mənim o qurban olduğum pərvanə olub. Bülbüləm gülümdən ahəstə oldum. O ətirli gül təranəm olub. 4 ünsür birləşib nöqtəsində tək su, ot, torpaq, hava mövlanəm olub. Demək, üçlükdən, sistemdən sonra dörtlük yaranır. Dörtlük. Bu dörtlük nədir? Su, ot, torpaq, külək. Ma, ateş, xaqibat. Novruz dastanında da yazılır ki, ma, ateş, xaqibatdan xəlq olduq. Yəni bundan da olduq. Bural olmasa insana qapı açıla bilməz. Bax, bu sistemdən insana qapı açıldı. İnsana qapı açılanda gəlir Adəmlə Həvva. Biz artıq burada göstərir ki, artıq insana qapı açıldı. Çox maraqlıdır ki, Nisa xanım, Orxan Yenisey abidələrində mənə bir şəkil göstərdilər. Dedilər ki, Rus alimləri ilə Azərbaycan alimləri arasında mübahisə gedir. Dedim, nə diyor? Dedi, bir şəkli mənə göstərdilər. Bu şəkildə nə verilib? Birinci xaçdır, ikinci insandır, üçüncü keçidir, dördüncü ağacdır. Mən dedim ki, burada bir çətin şey yoxdur ki, bu Novruzdur. 1000 illər qabaq məndə var. Novruz təqvimi. Bu Novruzdur. Dedi, xaçı qoyaq qırağa. Dedim, xeyr, xaçana koddur. Və siz ateş xaqibatdır. Bu olmasa doğula bilməz insan. Əsərlərinizdə qeyd edirsiniz ki, xaç Azərbaycanın nişanıdır. İndi burada göstərim çox maraqlıdır. Mən keçən verilişimdə göstərdim ki, Adəmlə Həvvanın şəklidir. İndi burada insanlar baxacaq, deyəcək ki, burada görünmür axı Adəmlə Həvva.
Və nədən bilək ki, bu Adəmlə Həvvadır? Bu kodu mən keçən dəfə vermədim. Amma indi verirəm. Burada fikir verin, bu kişidir, birinci. Solda isə qadına baxın, yuxarı saç hissəsinə. Demək, Adəmin sol qabırğasından doğulan Həvva. Ox işarəsi gedir Həvviyə tərəf. Fikir versiniz, Adəmin sol qabırğı. Elşad Miri verilişlərindən birində dedi ki, dini kitabların heç birində Adəmlə Həvvanın şəkli yoxdur. Demək, Adəmlə Həvva yoxdur. Amma o bilmirdi ki, Quranda belə bir ver, biz sizə mükəmməl din verdik, siz onu İslama, Xristiyana parçaladınız. İbrahim dinindən söhbət gedir. Bəs hanı bu din? İbrahimə, Nuha, İbrahimin nəvələrinə, oğlu Yaquba, İsaka kitab verib, səmavi kitab. Hanı bir kitab? Bu kitab Qobustan qayalarında, oturub burada. Bax, burada da Adəmlə Həvvanın şəkli verir. Yalnız buradadır. Sol qabırğadan doğulan Həvva. Diqqət yetirir. Həvvanın alnında xaç şəkli var. Diqqət yetirir. Həvvanın alnında xaç şəkli var. Bu nədir? Bu xaçın 8000 il yaşı var. Bunlar xaçı götürür xristiyanlıqla. Xeyr, xaç İbrahim dinindəndir. Xaç dünyanın ilkin dini nişanı, vətəni Azərbaycandır. Bunlar da çocuq gələcəkdə. Hətta xaçpərəstlərə belə 300 il sonra Bəli, xaç buradan Amerikan alimi, Hind alimi deyir ki, Zərdüşt elə bir din idi ki, mükəmməl din. İsa onu axıra qədər apara bilmədi, çarmıxa çəkildi. Amerikan alimi deyir. Yeganə dindir ki, mükəmməl zamanında dünya dini olub. 7 dövlət, 72 xalq bunu qəbul edib. 7 dövlət. Hansıdır bu dövlətlər? Birinci, Rum, Türkiyə. Biz ona Urartu deyirik. Rum, Türkiyə. İkinci, Kəyyan, İran. İndi İran deyirik, Kəyyan olub. Buna biz Midiya deyirik, əslində mədardır. Başlanğıc nöqtə xərçəng tropiki. Üçüncü, Misirdir, böyük şəhər bizə görə mənası. Dördüncü, Hindistandır. Hindistan da Hindustan. Raj Kapoor oxuyanda Hindustani deyir. Hind zamandır, du ikinci qol. Demək, bəşəriyyət buradan başlayıb, ikinci qol Hindistandır. Hardan gedir? Bunu açmaq üçün gələcəkdə toponimlərdə bunlar açacaq. Nuhun üç oğlunun istiqamətdir. Yafət Sami Aminin. Yafət oğlu Türk, getdi Orta Asiya bir qol Trabzona. Buna biz Oğuz deyirik. Oğuz Uyğurların dilindədir. Rus mənbələrindən bizə gəlir. Amma o dil lüğətində Azərbaycan lüğəti yazılır. Okuz ağaz deməkdir. Yəni başlanğıc nöqtə, başlanğıc ağazdır bu. Qədim sözdür. Əsli Azərbaycancadan. Başlanğıc deməkdir. İkinci qol Təbriz, Misir, Hindistan. Buna Hindistan ikinci qol, Du ikinci qol. Üçüncü isə Hami, oğlu, üçüncü oğlu Hami getdi Dağıstandan Sibirə. Buna Orxan Yenisey dedilər. Xeyr, Orxan yox. Orada heç bir məna yox. Ofdən, yəni S, üçüncü qol. Oradan getdi. Qışda Bering boğazı donanda buzun üstündə atladılar Amerikaya, Alyaskaya. Burada qışda Bering boğazı donanda adlayıblar bu yüzden. Qızıldərililər siz Bəli, bu bizə görə, yəni hələ gələcəkdə Azərbaycanlılar toponimlər mövzusunda biz silsilə gedir açılıq. Demək, bax, burada bax, bəşəriyyəti görsən, xalça necə verdi mənə. İndi biz gələn verilişdə Qobustana çıxacaq. Qobustanda isə daha başqa canlı argumentlər görəcək. Yerində görəcək və izah edəcək. Demək, bir xalçanın birinci etabı budur. Bax, belə gəldik. Adəmlə Həvvanı verdik, artıq biz Adəmi gətirdik. Demək, insan doğuldu. Bu, indi 100 cür versiyalar var. Amma bu orijinal versiyadır. Bunu bəşəriyyətin öz nəsli özü yazıb bunu. Onlar Adəmdən gələn siqnallardır bunlar. Bəli, Adəm gəldi. Adəm nəsli, Adəmin nəsli, Həvvanın nəsli 1250 il yaşadı. Bizə qədər 5-6 sivilizasiya məhv olub. Nuh'a qədər yəni. Nuh'a qədər, bəli, 5-6 sivilizasiya məhv olub. Nuh bizim sivilizasiyadır. Artıq biz Nuh'a daxil oluruq. Nuh'a daxil oluruq. 1250 ildən sonra bu sistem dağıldı. Hamısı suda qərq oldu, məhv oldu.
və Niçin qərq oldu Şakir müəllim? o gələn verilişimizdə biz bu haqda deyəcək, biz indi keçid alırıq Nuh tufanla şəkildə baba burada verilir. Artıq bu şəkil Nuh tufanını göstərir. Harada olub, hansı ayda olub, hansı saatdə olub, neçə nəfər olub, neçə kişi olub, neçə qadın olub, tufan neçə gün olub, neçə gecə, neçə gündüz olub və nəticədə bu nəslə nə dedilər? Bəli, o ad verdilər ki, bəşəriyyətin ilk nəsli olardı. O da bağlanır Azərbaycana. O da bağlanır Qabustana. Siz Qabustan deyəndə təkcə Mərəzə, Divanla ərazisi, Səngəçal nəzərdə tutulmur. Qabustan Lətif Kərimovun əsərlərində çox gözəl verilir. Bakıdan Dərbəndə qədər, Şəkidən Hacıqabula qədər. Niyə görə bu ərazi? Çünki İbrahim xanəgahları bax buradadır hamısı. Bir məsafə ilə demək ardıcıl olaraq gedir. O xanəgahlara görə bura Qabustan. Yəni evliyalar yurdudur, peyğəmbərlər yurdudur. O peyğəmbərlər hamısı bir gələcək verilişimizdə açacaq, göstərəcək. Lakin biz Qabustan deyəndə, yəni Qabustan eşitməmişik. Məktəbdə müəllimlər bizə Qobustan adını öyrədiblər. Qobustan deyirdilər. Mənim elmi mövzum idi bu. Sağ olsun mərhum akademikimiz Budaqov, Allah rəhmət eləsin hər ikisinə, Arif Quliyev, akademiyanın müxbir üzvü. Onlar məni özləri aspirant götürdülər və Qabustan mövzusunu işləməyi tövsiyə etdilər. Mən də gərgin mübarizələrdən sonra sübut elədim ki, bura Qobustan dərə yarğan yurdu yox, Qabustan qabil ehtiram olunan yerdir. Peyğəmbərlər yurdudur, evliyalar yurdudur. Yəni, mən xahiş edirəm adlara, toponimlər çox ciddi məsələ, diqqət yetirin. Vətənin toponimləri bərbad gündədir. Mənim vətənimin hər bir güşəsi böyük gözəlliyə malik toponimlərdir. Amma onların biri də yerindədir. Hamısı narahatdır. Biz isə onu Azərbaycan evladı kimi hamısını bir qaytaracaq özlərinə. Qaytaracaq. Artıq bunlar əldədir, hazırdır, kitab şəklində mövcuddur. Diqqətinizə görə çox sağ olun, minnətdarım. Bu dərin mövzuya görə sizə təşəkkür edirik Şakir müəllim. Qaldığımız yerdən gələn verilişdə davam edəcəyik. Bəli. Əziz tamaşaçılar, gələn verilişimizdə Nuh tufanı barədə danışacağıq. Abunə olmağı, bizi izləməyi unutmayın.